Salam dəyərli kanal izləyiciləri. Bu gün sizlə baxırıq Güvənin 5 aprel tarixində 11-ci siniflər üçün keçirdiyi sınağın izahına. Deməli, 61-ci sualda deyir ki, proqrama nəticəsini müəyyən edin. Deflərə aid olan sual nümunəsidir. Baxıram ki, deyir K 5, 7. Deməli, mən hara müraciət eləməliyəm? Buradan K funksiyasına. Birinci qiymət olacaq X-in qiyməti, ikinci qiymət olacaq Y-in qiyməti. Yəni K 5, 7 ilə müraciət eləyəndə X bərabər olacaq 5-ə, Y bərabər olacaq 7-yə. Burada mənə deyir ki, X bərabərdir MY, yəni M7 üstəgələk 4. M7-ni bilmirəm axı. Gedirəm M funksiyasından M7-ni hesablamağa. Burada da X-in bərabər olacaq 7-yə. Mənə deyir ki, X bərabərdir, X vuraq 2, yəni 7 vur 2, mənə verəcək 14-ü. Burada da X-dan 5-i, 14-dən 5-i çıxsam, bu da eləyəcək 9. Aparacam, yuxarıda yerinə qoyacam. M7-nin yerinə 9 qoysam, 9 plus 4, burada elədi 13. Sonra düşürəm ikincini Y-i tapmağa. Deməli, Y bərabərdir, Y üstəgələk, Y-im də 7-dir. Yəni, 7 üstəgələk 2 vuraq, MX. M-də də X-in artıq yeni qiymətini qoyacam yerinə. Yəni 13-ü qoyacam. İndi gedirəm aşağı ikinci defdən, deməli M13-ü hesablamağa. Onda M13-ü hesablasam, X bərabər olacaq artıq 13-ə. Burada da X bərabərdir deyir. X-i vur 2-yə, 13-ü 2-yə vursam 26, 26-dan da 5-i çıxsam, X bərabər olacaq 21-ə. Aha. Deməli, burada M13-ün yerinə 21 qoyacam. Yəni 7 üstəgələk 2 vuraq 21. Bu da mənə verəcək 42-ni. 7 plus 42, bu da 49. Daha sonra bu hissədə mənə deyir ki, return qaytar. Nəyi? X plus Y-i qaytar. X-a tapdım 13, Y-ə də tapdım 49. 49 plus 13, bu da mənə verəcək 62. Yəni 61-də düzgün cavabım olacaq Y variantı. Sonra davam eləyək 62-ci sualla. Deyir ki, ADSL bağlantı vasitəsilə 128 MB ölçülü faylın yarısını 16 megabit böl saniyə sürətlə, digər yarısını isə 32 megabit böl saniyə sürətlə ötürülür. Fayl ümumilikdə neçə saniyəyə ötürürlər? Deməli, ümumiyyətlə mənim həcmim 128 MB-dir, amma bunun yarısını deyir. Yəni 128-in yarısı nə qədərdir? 64 plus 64-dür. Deməli, mənim birinci həcmim 64-dür. Yəni, olsun S bərabər olsun 64-ə və deyir ki, 16 megabit böl saniyə. 16 da megabitlədir də. Bunu megabayta gətirmək üçün, çünki həcmin megabaytlandır. Megabayta gətirsəm, V bərabər olacaq 16 megabitdən megabayta gəlmək üçün 8-ə bölməliyəm. V bərabər olacaq 2-yə. Və məndən T-ni soruşur. T də bərabərdir S bölünmüş V-dir. Yəni 64-ü bölsəm 2-yə, bu mənə verəcək 32. Birinci zamanı tapdım 32. İndi gedirəm, yerdə qalmışdı 64 megabayt həcmim. Deməli, bu S1 desəm buna, bu S2 olur da. Deyək S1, V1, T1, bu da olsun S2. S2 də bərabərdir 64-ə, onda V2 də bərabərdir 32 megabitdir. 8-ə bölüb megabayta gətirsəm, mənə verəcək 4 megabaytı, yəni megabayt bölünmüş saniyəni. Onda T də bərabərdir, yəni T2 bərabərdir S2 bölək V2-yə. S2-im də 64-dür, 64-ü də 4-ə bölsəm mənə verəcək 16. Ən sonda da nə etməliyəm? T1 plus T2 eləməliyəm. Yəni 32 plus 16, bu da eləyəcək 48. Deməli, düzgün cavab olacaq 62 də C variantı. Daha sonra davam eləyək 63-cü sualla. Deməli, deyir ki, qrafik faylın rəng çalarını 16 dəfə azaltdıqda həcmi 2 dəfə azaldı. Faylın kodlaşdırıldığı ilkin standartın rəng çalarını müəyyən edin. Yəni, məndən əvvəlki rəng çalarını soruşur. Və bilirik ki, həcmə təsir edən nədir? I bitdir. Onda rəng çalarını 16 dəfə azaltdıqda mən əvvəlki rəng çalarını bilmirəm. Yəni, R2 bərabərdir 2 üstü I-yə. Daha sonra bunu 16 dəfə azaltsam, onda R2 bərabər olacaq 2 üstü I, 16 dəfədir. Dəfə dediyi üçün bölməliyəm. Bunu böləcəm 16-ya, yəni 2 üstü 4-ə. Bu da mənə nəyi verəcək? I minus 4-ü verir. Yəni, burada I bitdi, rəng dərinliyim. Bu birində I minus 4 bit olacaq. Onda mənə deyir ki, belə olan halda da həcmim 2 dəfə azaldı. Yəni, I minus deməli 4 bitim bərabər olacaq. Həcmi 2 dəfə azaltsam,
onda deyə bilərəm ki, həcm 2 dəfə azalsa, mənim rəng dərinliyim də 2 dəfə azalır da. Yəni i bölü 2-yə bərabər olacaq. Onda bunu da həll eləsəm, 2i minus 8 bərabər olacaq i-yə. Buradan da i bərabər olacaq 8-ə. Aha, i-ni 8 tapdımsa, mənə deyirdi ki, ilkin rəng çalarını müəyyən elə. Mən i-ni 8 tapmışam. Onda mənim ilkin rəng çalarım neçə olacaq? Deməli, RC bərabər olacaq 2 üstü 8-ə, yəni 256-ya. O baxımdan 63-də düzgün cavab olacaq Y variantı. Daha sonra davam eləyək 64-cü sualdan. Aha, deyir ki, sıralamanı düzgün müəyyən edin. Giriş qurğusu hansıdır? Printer deyil, skanner, mikrofon, klaviatura, monitor deyil. Çıxış qurğusu, deməli, plotter ola bilər, səs ucaldan ola bilər, burada siçan ola bilməz, bu getdi. Daxili yaddaş qurğusu, SSD xarici yaddaş qurğusudur, ROM isə daxili yaddaş qurğusudur. Düzgün cavab olacaq 64-də C variantı. Daha sonra davam eləyək burada 65-ci sualla. Deməli, 65-ci sual Python-a aid olan sual nümunəsidir. Burada deməli, i-nin qiymətləri olacaq Lena'ya qədər. Lena'da 1, 2, 3, 4, 5, 6 dənədir. Yəni, i qiymətləri alacaq 0-dan 5-ə qədər. 0, 1, 2, 3, 4, 5. Daha sonra baxaq birinci ifi hansılar ödəyir. Deyir ki, hansı i'ləri ki 2-yə böləndə qalıqda 0 qalırsa, həmin i'ləri cəmlə. Onda hansı i'ləri 2-yə bölsəm qalıqda 0 qalar? Götürəcəm buradan 2-ni, bir də 4-ü. Yəni, cüt olanları götürəcəm. O baxımdan onlara görə i-ni cəmləyəcəm. S-in başlanğıc qiyməti 1-dir. Yəni, 1 üstə gələk 2, üstə gələk 4. Bu da eləyəcək 7. Daha sonra baxıram ikinci if şərtinə. Hansı i'ləri ki 3-ə böləndə qalıqda 0 qalır? Götürəcəm 0-dan 3-ü. Yəni, i-nin 2 qiyməti. Onda buna əsasən bu S4 vahid artacaq. Onda 7 üstə gələk 4. Bu da eləyəcək 11. Elsə ondan hansılar qalır? Yəni, əlimizdə vardı 1, 2, 3, 4, 5, 6 qiymət. Bu 6 qiymətin ikisi getdisə, elsə qalacaq 4 dənə qiymət. Yəni, həmin 4 dənə qiymət üçün bu S1 vahid artacaq. Yəni, onda 4 vahid artmış olacaq. O zaman 11 üstə gələk 4. Bu hissədə bizə verdi 15-i. Daha sonra bu da sərbəstdir. Yəni, bu sərbəst heç nədən asılı deyil. Hər dövrdə, hər dəfə bir vahid artacaq. Onda S15 tapmışamsa, 6 dənə qiymətim varsa, bir də 15-in üzərinə 6 gəlməliyəm sərbəstə görə. Bu da verəcək 21. O baxımdan sualın düzgün cavabı olacaq B variantı 21. Daha sonra davam eləyək burada 66-cı sualla. Baxıram ki, Excel-dən diaqramlara aid olan sual nümunəsidir. Gəlin tapaq. Deyir ki, A2 D2 diapazonu üzrə diaqram qurulmuşdur. D1 xanasının qiymətini müəyyən edin. Onda əvvəlcə biz A2-ni tapmalıyıq. A2-də deyir ki, A1-i vur C1-ə. A1-im 3-dür, C1-im də 5-dir. Onda bu mənə verəcək 15-i. Daha sonra deyir, B1 üstə gələk C1, vuraq 3 plus A1. B1 plus C1. B1-im 4-dür, C1-im də 5-dir. Bu mənə verdi deməli 9-u. 9-u vurdum 3-ə 27. 27 plus A1-im 3-dür. Bu da eləyəcək 30. Onda belə eləyək. Digərlərini tapmayaq. Saat əqrəbi istiqamətində geçsəm, bu 11% olan mənə 15-i verir. Onda bu 15-i verirsə, 22% onsuz ki görünür, saat əqrəbinə görə də geçsəm, yenə bu 22% 30-u verəcək qiymətlərdə. Təzdən yenə 22%, onu deməli bu da 30 olmalıdır. Onda 44% də belə çıxır ki, bunların 2 qatıdır da 44%-də. Onda bu da mənə 60-ı verəcək. Aha. Onda belə deyək də, belə çıxır ki, məndə C2-nin də qiyməti 30 olmalıdır. Onda D2 xanasının qiyməti də 60 olmalıdır. Onda ya C2-ni 30-a bərabər eləyərəm, ya da D2-ni gedib 60-a bərabər eləyərəm. Heç bir fərqi yoxdur. Onda gəlin D2-ni hesablayaq. B1 vuraq D1-dir. B1-im də deməli 4 vuraq D1-im x-dir. Yəni 4 vuraq x, 4x üstə gələk. A1 üstə gələk C1. A1-im 3-dür, C1-im 5-dir. 8 vuraq B1. B1-im də 4-dür. 8-i də 4-ə vursam 32.
Onda deyəcəm ki, 4x plus 32 bərabərdir 60-a. 4x bərabərdir 28-ə, x də bərabərdir 7-yə. Vəssalam. X-i tapdım ki, 7-dir. Məndən də elə x-i, yəni D1 xanasında olan qiyməti istəyirdi. Yəni, da bir də durub bunları uzun uzadıb bu hissəni tapmadım da ki, nəticə nədir? Əslində bir dənə 15-i tapmaqla da yola çıxıb gedə bilərdik. Heç 30-u burada tapmağa ehtiyac yox idi. Bu da belə. Sonra davam eləyək. Deməli, 67-ci sual nümunəsi ilə. Deməli, bu da verilənlər bazasına aid olan sual nümunəsidir. İndi deyir ki, KSG 1 böyük olsun 75-dən. Yaxşı. KSG 1-i 75-dən böyük olanlar 3-dür. Bir də ki, 10-dur. Qeyd edirəm. 3, 10. Deməli, and. Aha, not var. Notu yazıram mötəzənin qarşısında. Bir dənə mötəzə açıram. İndi burada fikir verin ki, bu not bu mötəziyə təsir eləyir. Ha? Bir dənə KSG 2 bərabər 70-ə təsir eləmir. Bu ümumi mötəziyə təsir eləyəcək. Deməli, KSG 2-si bərabər 70 olanlar 4-dür və 5-dir. Qeyd edirəm 4, 5. Daha sonra or. KSG 3-ü 70-dən kiçik olanlar. KSG 3 70-dən kiçik olanlar deməli 3-dür. 7-dir. Aha, 3 və 7. Vəssalam. İndi buranın içi, baxın, 4, 5 ilə 3, 7-nin oru mənə verəcək 3, 4, 5, 7. İndi 3 ilə onu saxladım qarşıda. Deyir ki, and 3, 4, 5, 7-ni not elə. Yəni 3, 4, 5, 7-ni götürmə. Onu gedib götürəcəm 1-i, 2-ni, 6-nı, 8-i, 9-u, bir də 10-u. Aha. İndi 3, 10, and, bir də bunların əndi. Yəni hamısının əndi də mənə verəcək, bir dənə 10-u verəcək. Aha. İndi mənə sualda deyir ki, neçə yazı gizlənəcək? Yadda saxlayın ki, şərti ödəyənlər görsənir, şərti ödəməyənlər gizlənir. İndi şərti ödəyən 10-dur. Yəni 10 görsənəcək. Şərti ödəməyən neçə dənə qaldı? Ümumi 10 dənə yazıdan 9-u qaldı. Deməli 9-u gizlənəcək. Düzgün cavab olacaq 67-də Y variantı. Daha sonra 68-də deyir ki, hansı həcmli faylların həcmləri diskdə tutduğu həcmdən fərqli olar? Nə zaman fərqli olar? Demişik ki, tam bölünməyəndə, yəni bu zaman diskdə tutduğu həcm fərqli olar. 4 kilobayt, 10 kilobayt. 4-ə tam bölünür deyə bunu götürməyəcəm. 16 tam bölünür, götürməyəcəm. 32 tam bölünür, götürməyəcəm. 12, 22 də tam bölünür, götürməyəcəm. 18 və 14 4 kilobayta tam bölünmədiyi üçün götürəcəm. Düzgün cavab olacaq 68-də D variantı. Davam edək 69-cu sualın. Yenə Python-a aid olan sual nümunəsidir. Alt-alta iflərdir və elif verib. Aha, deyir ki, x kvadratı böyüdürmü y vur 3-dən? X-in 5-dir. X kvadratında 25 olacaq. 25 böyüdürmü 7 vur 3-dən? Yəni 21-dən. Mən bunu hə deyəcəm. Onda deyir ki, get x bərabər x plus 3 elə. Aha, x bərabər olacaq. Deməli 5 plus 3 8-ə və print A-nı çap elə. A7 çapa. Daha sonra bu if şərtində deyir ki, alt-alta if olduğu üçün hər ikisini yoxlayıram. X vur 3 böyüdürmü y vur 3-dən? X qiymətini dəyişdi. 5 deyil artıq. X 8-dir. Yəni 8 vur 3 24 böyüdürmü y vur 3-dən? Y-im də neçə idi? 7 idi. 7 vur 3 21-dir. 24 böyüdürmü 21-dən? Yenə buna da hə deyəcəm. Gedəcək bu dəfə də B-ni çap eləyəcək. Artıq bu ifə hə dediyim üçün mən gedib bu elifi yoxlaya bilmirəm. Mən elifə nə zaman düşərdim? İfə yox desəydim. Onun üçün elsə də baxmayacağım. Düzgün cavab olacaq A ilə B-ni çap eləyəcək. Yəni A variantı. A və B. Sonra baxaq 70-ci suala. Nə deyir burada? İkilik say sistemində verilmiş 50 rəqəmli ədədi 16-lıq say sistemində ifadəsindən neçə rəqəmli ədəd alınır? Ümumiyyətlə belə fikirləşin də 50 rəqəmli ədəd yəni ikilikdə 50 rəqəmli bir ədədim var. Sıfırlardan və birlərdən ibarət. İndi siz bilirsiniz ki, ikilik say sistemindən 16-lıq say sisteminə keçəndə nə edirik? 4-4 ayırırıq. Yəni ikilik say sistemində 4 dənə rəqəm, 16-lıq say sistemində bir dənə rəqəmə bərabərdir. İndi 50 dənə rəqəm dediyinə görə mən bu 50-ni də durub neçəsə 2 üstü neçəsə yazmağa ehtiyac yoxdur da, gedə bilərsiniz.
Amma 50-ni bölsəm 4-ə elə bəri başdan tapa bilərəm də. 4 ayırıram deyə. 13 16-lığa gətirəndə 4-ə böləcəm. Bu da mənə verir 12 tam nə qədərsə, yəni qısacası 13 rəqəmli ədəd eləyir. Yəni yuvarlaq götürəndə 13 rəqəmli ədəddir. Onun üçün 70-də düzgün cavab olacaq D variantı. 71-də deyir ki, proqramın icrası zamanı klaviaturadan blok imtahanı daxil edildikdə nəticəni müəyyən edin. Gəlin görək bu blok imtahanında neçə dənə simvol var? Yəni linası nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13-də onda i qiymətlər alacaq 12-yə qədər. Yəni 13-ün özünü götürməyəcək. i bərabər olacaq 0, 1, 2, 3, 4, 5, 6 və s. Ta ki 12-yə qədər. İndi i-nin 0 qiymətinə, yəni i bərabər olanda 0-a, deyək 0-ı 2-yə böləndə qağda 0 qalırmı? Yəni hə deyirəm. Onda deyir b bərabərdir, b-nin üstünə gəl a i-ni. B bərabər olacaq boş sətrin üzərinə mən gələcəm a i-ni, yəni a sıfırıncı elementi. A sıfırıncı elementimdə nömrələyə bilərəm. Yəni elə bunu bəri başdan nömrələyək. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, aha, elə kifayətdir. Deməli, boş sətrin üzərinə gəl. A0-cı elementim nədir? B-dir A0-cı elementim. Bu da mənə verəcək B-ni. B sətrin. Daha sonra gedirəm, bu i-nin 0 qiymətidir. Baxaq görək variantı əsasən A-nın B-ni çıxdaş eləyə bilərəm. Burada da baxıram ki, nəsə yoxlayaq i-nin 1 qiymətini. I-nin 1 qiymətində şərt ödənməyəcək, yox deyəcək, elsə düşəcək. Els hissəsində deyir ki, B-nin üzərinə gəl, setir i-ni. B-miz də böyük B hərfidir. Üstünə gəlsəm sətir tipində i-ni, yəni i-miz də 1-dir. Dırnaq içərisində 1-i gəlsəm, bu mənə verəcək B-1-i. B1-i verəcək. Və bunlar bir dırnaqda birləşəcək. Daha sonra nə baş verəcək? Gedəcək i-nin 2 qiymətini götürəcək. i-nin 2 qiymətində şərt ödənəcək. Şərtə hə deyəcəm. Və onda deyəcək ki, deməli B1-in üzərinə gəl. Bunlar sətir tipindədir. A ikinci elementi. A ikinci elementimdə O hərfidir. Yəni B1 O olacaq nəticəm dırnaq içərisində. Baxıram ki, deməli bu da hələ ki variantlarda var. Yaxşı, gedirəm, götürürəm i-nin, misal üçün 3 qiymətini yoxlasam. Burada şərtim ödənməyəcək, elsə düşəcəm. Yəni, əslində belə demək olar ki, hansılar ki, i-nin hansı qiymətləri ki təkdir, o zaman sətir tipinə çevirir və b-nin üzərinə gəlir. Onda i-nin 3 qiymətində də elsə düşəcəm. Onda b bərabər olacaq b1 o 3-lə birləşəcək. Yəni, bu formada bir cavab olacaq. Onda C variantını da çıxa bilərəm. Daha sonra gedib i-nin 4 qiymətini yoxlasam, i-nin 4 qiyməti də cüt olduğu üçün b-nin üzərinə gəldi. Yəni, b bərabər olacaq. B1, 0, 3-ün üzərinə gələcək. Nəyi? Deməli, 4-cü elementi. Burada da 4-cü elementimiz, baxıram ki, boşluqdur. Yəni, üzərinə boşluğu gələcək. Bir dənə bunlar bu formada nəticə olacaq. Yəni, boşluq olacaq bunların arasında. Yəni, belə bir şey. B1, 0, 3, boşluq. Dırnaqda bu formada yazılacaq. Daha sonra gedib i-nin 4 yox, i-nin 5 qiymətini götürsəm. I-nin 5 qiyməti artıq tək olduğu üçün bunu cəmləyəcək. I-nin 5 qiymətini cəmləyəcək. Yəni, B1, 0, 3, bir də 5-i götürüb cəmləyəcək. Daha sonra yoxlasam ki, i-nin deməli 6 qiymətini yoxlasam, 6 qiyməti cütdür. Onda belə bir şey olacaq. B1, 0, o 3 boşluq 5-in üzərinə gələcək. 6-cı elementimiz baxıram ki, M hərfidir. M gələcək və bunlar da bir sətirdə birləşəcək. Baxıram ki, o da D variantında T ilə birləşdirib. Onun üçün düzgün cavab olacaq 71-də Y variantı. Sonra 72-ci suala baxsaq, burada deyir neçə dövrə var. İndi dövrələri tapmaq üçün mən bunu
təpələrlə, yəni A, B, C, D, E, F kimi işarə eləyəcəm. Bu olsun deməli A təpəsi. Bu bizdə olsun tutaq ki B təpəsi. Bu olsun C təpəsi. Bu olsun D, E. Bu da olsun F təpəsi. İndi bir təpədən çıxıb, hər təpədən bir dəfə keçməklə həmin təpəyə qayıtmalıdır. Onda birinci yaza bilərəm nəyi? A-dan başlasam. A, B, C, A-nı yaza bilərəm. Daha sonra ikinci olaraq A, C, D, A-nı yaza bilərəm. Baxın, dövrə alınır. Sonra üçüncü yaza bilərəm ki, A-dan gələr deməli A, B, C-yə, D-yə, təzən A-ya da qayıdar. Belə bir dövrə qura bilərəm. Deməli A, B, C, D, A. Bu olar üçüncü dövrəm. Daha sonra dördüncü olaraq A-dan çıxan, A-dan D-yə gedəndən yaza bilərəm. A, D, A, D, Y, B və A. Bu olar məndə dördüncü dövrə. Daha sonra beşinci olaraq bura bir C-ni əlavə eləyə bilərəm. Yəni A, D, Y, B, C, A. Bu olar 5-ci dövrə. Daha sonra 6-cı dövrədə C təpəsindən yaza bilərəm. Deməli C, D, Y, təzədən B-yə, C-yə də qayıdar. Deməli C-dən D-yə, D-dən Y-yə getsin. Y-dən B-yə, oradan da C-yə. Deməli baxın, bunu nəzərdə tuturam. C-dən D-yə, buradan Y-yə, buradan B-yə, buradan təzədən C-yə qayıtsın. Bu bir dövrə. Bir də F-lə olan bir dövrə qura bilərəm. Bu da olsun məndə 7-ci. Deməli F-dən çıxar, Y-yə gələr. F, Y, F, Y, B, təzədən C-yə qayıdar. Baxın, bu formada. Deməli F, Y, B, təzədən C-yə qayıdar. Buradan D-yə gedər. D-dən F-ə yox, bu olmaz. D-dən F-ə yol yoxdur. Ümumiyyətlə F-dən götürə bilmərəm. Çünki F-dən bir dənə Y-yə yol var. Onun üçün bu yolu götürməyəcəm. Bir də necə yarada bilərik? Deməli, bir də B təpəsindən, baxın, B təpəsindən yaza bilərəm. Hansı ki, B, D, B, daha doğrusu Y. Deməli, B-dən Y-yə, Y-dən D-yə, A-ya, bir də qaydar B-yə. Bir də bunu yarada bilərəm. Daha sonra baxaq, başqa dövrə varmı? Yox, elə baxıram ki, 7 dənə dövrə yarada bilərəm. Onun üçün 72-də düzgün cavab olacaq A variantı. Daha sonra baxaq 73-cü suala. Deməli, deyir ki, düzgün IP ünvanı müəyyən edin. IP ünvan bilirsiniz ki, 4 rəqəm 3 nöqtədən ibarət olmalıdır. Rəqəmlər isə 0-dan 255-ə qədər ola bilər. Onun üçün bunu bu formada düzməliyik ki, 0-dan 255-ə qədər olsun. Məsəl üçün, A variantını yoxlasam, deyir A, D, C, B. A-nı qoysam 21, gətirib D-ni qoysam 6.26. Sonra C-ni qoysam 3. Baxın, 263, bu getdi. Yəni, bunu yoxlaya bilmərəm. Sonra B-yə baxsam, deməli D, C 6.26. Sonra deyir ki, C. Yenə bundan sonra 3.19'u yazsam 263 deyir, bunu da götürə bilmərəm. Məsələn, D variantını yoxlasam A, C, D, B deyir. Yaxşı, indi bunu yoxlayaq. A-nı yazdım 21, sonra C-ni yazıram 3.19, sonra D-ni yazıram 6.26, deməli 6.26, bir də B-ni yazıram .201. Aha, heç bir problem yoxdur. 4 deməli rəqəm 3 nöqtədir və 0-dan 255-ə qədər rəqəmlərdən ibarətdir. Onun üçün 73-də düzgün cavab olacaq, deməli D variantı. Daha sonra davam eləyək 74-cü sualla. Burada da nə deyir? Qısa yolları müəyyən edin. Aha, Python neyiniblər? Qalın yazıblar. Yəni Ctrl B
Ctrl Y-ni atdım, Ctrl J-ni atdım, getdi. Deməli, baxırıq A, C, D variantlarına. Daha sonra interpretasiyonu, bunların altından xətt var da, yəni Ctrl U olan variantı mən seçməliyəm. O da ki, Ctrl U harda var? Ümumiyyətlə, bir dənə D variantında var Ctrl U. Yəni B-nə Y-nə onsuz ki çıxmışam. A-da Ctrl U, baxın, yoxdur. A-da yoxdur Ctrl U. Sonra C-yə baxıram, yenə yoxdur Ctrl U. Y-də də yoxdur. Bir dənə D variantındadır. Sonuncudakı əyri yazılışdır. Yəni Ctrl E kursivlə yazılışı götürməliyəm. Onun üçün düzgün cavab olur 74-də D variantı. Daha sonra davam eləyək 75-ci sualla. Deməli, burada da deyir ki, güvən ənd nəşriyyat sorğusu üzrə tapılan səhifələrin sayını müəyyən edin. Rahat sual nümunəsidir. Deməli, baxıram ki, əndin istəyir, yəni hər ikisinin ortağını istəyir. Bura olsun bizdə güvən, burada olsun nəşriyyat. Buranı istəyir, yəni hər ikisinin əndini istəyir deyə mən bura bir dənə x dedim. Daha sonra deyir ki, güvən 400-dür. Onda bu hissə olacaq 400 minus x. Daha sonra nəşriyyatı hissəsi olacaq 700 minus x. Və mənə deyir ki, deməli, orlarında 9 verir. Yəni, bütün içlərin cəmi 9 verib. Onda mən bunları cəmləyəcəm, bərabər götürəcəm 900-də. Yəni, 400 minus x, üstə gələk x, üstə gələk 700 minus x bərabərdir 900-də. Buradan x-lar geçsə, deməli, 1100 minus x bərabər olar 900-də, x da bərabər olar 200-də. Yəni, düzgün cavab olar 75-də A variantı.